hər bir vətəndaş hüquqşünas olmaya bilər. Amma təməl hüquqları bilməsi onun həyatında dönüş nöqtəsinə çevrilə bilər. Əgər hüquq yoxdursa, belə olan halda gücün üstün olması prinsipi, yəni güclünün haqlı olduğu bir cəmiyyət formalaşmış olar ki, bu cəmiyyət isə cəngəllik qaydalarından idarə olunur. Əgər qanunların sərtliyi qəddarlıq səviyyəsinə çatırsa, belə olan halda ədalət qılıncı kəskin olmalıdır, lakin ədalət üçün kəsməlidir. Lakin qəddarlıq səviyyəsinə yüksəlməməlidir. Ölüm cəzası cəza kimi tətbiq edilməməli və ləğv edilməsi hüququn məntiqinə daha uyğundur. Hüquq insan həyatında hansı əhəmiyyət kəsb edir sualını biz əgər hüququ bilməyin insan həyatında rolu kimi qəbul ediriksə də, hər bir vətəndaş hüquqşünas olmaya bilər. Amma təməl hüquqları bilməsi onun həyatında dönüş nöqtəsinə çevrilə bilər. Bu tək onun öz hüquqlarını, haqqını tələb etməsi kontekstində deyil. Eyni zamanda nəzərə alsaq ki, qanunvericiliyə əsasən qanunları bilməmək məsuliyyətdən azad etmir. Belə olan halda hüququ bilmək onu məsuliyyətdən qorumuş olar. Beləliklə hesab edirəm ki, insanlar hüquqa qarşı daha diqqətli olmalı və öz hüquqlarını bilməyə təşəbbüs göstərməlidirlər. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə hüquq bəşəriyyətin əsas sütunudur. Əgər hüquq yoxdursa, sivilizasiya yoxdur, cəmiyyət yoxdur. Ümumiyyətlə cəmiyyətin və dövlətin formalaşmasının əsasını hüquqdur. Nəzərə alsaq ki, hüquq insanlar arası münasibəti, dövlətlə vətəndaşlar arası münasibəti tənzimləyir. Əgər hüquq yoxdursa, belə olan halda gücün üstün olması prinsipi, yəni güclünün haqlı olduğu bir cəmiyyət formalaşmış olar ki, bu cəmiyyət isə cəngəllik qaydalarından idarə olunar. Bu xaosu gətirib çıxardar. Ona görə belə bir cümlə ilə bu fikir belə ifadə edim ki, hüquq yoxdursa, bəşəriyyət nəzərə anlayışdan başqa bir şey deyil. Hesab edirəm ki, bu ifadədə əsas vurğu qanunların sərtliyinin hansı səviyyə gətirib çıxarılmasında ifadə olunur. Yəni, əgər qanunların sərtliyi qəddarlıq səviyyəsinə çatırsa, belə olan halda bu hüquqdan qorxu yox, hiddət və etirazə səbəb olur. Yəni, başqa cür desək, qanunların sərtliyi tənzimlədiyi hüquq münasibətinə adekvat olmalıdır. Adekvat olmadıqda ədalətli balans pozulur. Beləliklə qanunlar qəddar qəbul edilir və həmin qanunların qəddarlığı onlara əməl etməyə mane olur. Bununla da bu cür müəyyənləşdirmək olar ki, qanunlar bir növ sərt olmalıdır. Ədalət qılıncı kəskin olmalıdır, lakin ədalət üçün kəsməlidir. Lakin qəddarlıq səviyyəsinə yüksəlməməlidir, etiraza səbəb olmamalıdır. Ölüm cəzası olmalıdırmı? Və ya ölüm cəzasının ləğv edilməsi daha doğrudur. Bu sual ümumən həmişə müzakirələrə və mübahisələrə səbəb olan bir sualdır. Lakin mən hüquqşünas olaraq hesab edirəm ki, ölüm cəzası cəza kimi tətbiq edilməməli və ləğv edilməsi hüququn məntiqinə daha uyğundur. Belə ki, nəzərə almalıyıq ki, insan hüquqları yaşamaq hüququndan başlayır. Mənim hüquqşünas fikrim ondan ibarətdir ki, ölüm cəzasının cəza tətbiq qismində tətbiq edilməsi yaşamaq hüququnun istisna edir. Bu yaşamaq hüququnda da ifadə olunmur. Bir çox digər cinayət hüquq normalları ilə ziddiyyət təşkil edir. Əgər nəzərə alsaq ki, cəzanın təyin olunma məqsədlərindən biri məhkumun üzr istəyən islah edilməsidir. Bu artıq ölüm cəzasına məhkum edilmiş şəxsin islahından söhbət gedə bilməkdir. Göründüyü kimi bu normanı cəzanın öz məqsədini belə istisna edir ölüm cəzası. Mən hesab edirəm ki, ölüm cəzası hüququn məntiqinə ziddir. Ona görə də tətbiq edilməməsi daha faydalıdır. Vəkilin bir günü neçə ilə bərabərdir sualı. Hesab edirəm ki, buna sırf hərfi mənada yanaşmamaq lazım. Nəzərə alsaq ki, əksərən peşələr ciddi əhəmiyyət kəsb edən peşələrdir. Amma vəkillik bunların hamısından fərqlənir. Çünki tali yüklü məsələlərlə məşğul olur vəkil, mütəmadi olaraq fərqli problemlər, insan həyatı. Bu sualın əsasən cavabı vəkilin hansı günü keçirməsindən çox asılıdır. Yəni, əgər vəkil həmin gün 10 il azadlıqdan məhrum etmə cəzasını özündə ehtiva edən bir maddə ilə ittiham olunmuş şəxsin bəraət almasına nail olursa, yəni onun düzgün hüquqi taktikaları, peşəkar hüququ müdafiəsi nəticəsində müdafiəçisi olduğu şəxsə bəraət verilirsə, belə olan halda vəkilin həmin günü 10 ilə bərabər hesab edilmiş olur. Yox, bu misalları daha da çoxaltmaq olar. Davam edən hər hansı bir vəkilin uğurlu fəaliyyəti nəticəsində bir neçə illik mübahisə bitirsə, vəkilin həmin günü bir neçə ilə bərabər hesab edilir. Bu, vəkilin yaşadığı gündən asılı olaraq dəyişir. Ədalət ilahəsinin niyə qadın olması ilə bağlı bu sualın dəqiq bir cavabı yoxdur. Yəni, hüquq mənbələrinə baxsaq,
Belə bir konkret bir cavab yoxdur bunda. Mən hesab edirəm ki, bunun mənası daha çox hüquqi yox, mənəvi, mədəni bir dəyər kəsb edir. Nəzərə alsaq ki, cəmiyyət tarixən qadınları dəyər kimi görür və dəyər simvolu kimi qiymətləndirir. Yəni müqəddəs anlamlarda da qadın adlarından istifadə olunur. Mən elə öz leksikamızda misal olaraq gətirə bilərəm. Ana vətən. Biz əgər burada bu sualı bu cür qoyuruqsa ki, ədalət ilahəsinin qadın olmasını, biz onda bunu qoyuruq. Niyə ata vətən yox, ana vətən? Və yaxud da ana dili. Yəni gördüyümüz kimi müqəddəs hesab edilən anlamlarda qadınla simvolizə olunur həmin məsələlər. Bu cəmiyyətin qadına verdiyi bir növ cəmiyyətin qadına verdiyi dəyərdən irəli gəlir. Hesab edirəm ki, bunun da mənası sırf hüquqi deyil, eyni məntiq kəsb edir. Vəkillik fəaliyyətində vəkilin ən böyük uğuru onun apardığı işlərin uğurlu nəticələnməsidir. Burada bir çox vəkillər belə deyim də, heç də bütün vəkillər cinayət sahəsində fəaliyyət göstərmirlər deyə mən ümumən ilkin olaraq apardıqları işlərin uğurlu nəticəsi kimi qeyd edirəm. Amma mənim üçün hesab edirəm ki, bir vəkil üçün ən böyük uğur onun müdafiə etdiyi şəxsə münasibətdə bəraət hökmünün çıxarılması. Belə deyim də, vəkilin bu anda hiss etdiklərini ancaq özü bilir. Yəni təsəvvür edin, illərlə əziyyət çəkilir və nəticədə lazımi nəticəyə gəlib çıxır iş və bəraət hökmü çıxarılır. Daha çox cinayət kontekstində ona görə ifadə etməyə çalışdım ki, nəzərə alsaq ki, bir insanın əmlakına münasibətdə ədalətli məhkəmə qərarının çıxarılmasına nail olmaqla bir insanın həyatına münasibətdə ədalətli məhkəmə qərarına çıxarılmasına nail olmaq arasında hissi baxımdan geniş, böyük fərq var. O nöqteyi nəzərdən mən hesab edirəm ki, bir vəkilin ən böyük uğuru və ən böyük sevinci bəraət hökmündən qaynaqlanır.